Sizcə pulun niyə bərəkəti yoxdur? Niyə elə deyirlər? Nə bilim, mən heç özüm də bilmirəm. Pulun hələ həmişə bərəkəti yoxdur. Deyirlər pulun bərəkəti yoxdur. Görəsən niyə belə deyirlər? Elə biz də bununla bağlı şəhər sakinləri arasında sorğu keçirdik. Vallahi düzgün xərcləyəndən sonra Allah bərəkət versin. Əlbəttə qazanmaq çətindir, indi biraz o cür deyil, ancaq nə olub Allaha şükür. Bütün ölkələrdə pul da çap olunur, verirlər də, biraz ola bilər çatmır. Ancaq dözmək lazımdır da. Artıq o qədər pul var ki, verirlər maşinliklər, alladırlar, gündə televizorda göstərirlər. Ay, ora ev aldım pulumu. Biraz tamah da var insanlarda. Elə nə qədər ola, yenə də çatmır var. Ancaq yenə də Allah rəhm eləsin. Çatmayanlar da var o heç. Görürsən də, kasıblar da çoxdur. Bir-birinə kömək eləmək yoxdur. Bərəkət, xeyir, bərəkət oradan qaçır. Əlbəttə ki, yardımda olsalar, Allah da xeyir, bərəkəti bol eləyər. Hər şey bahatçılıqdır ona görə. Pul nə gedirsə bazara, heç 3 manat, 3 kilo, 1 kilo şey alsın, nə qədər pul versin, bahatçılıqdır ona görə. Pulun yaxşı xərclənən də ona görə. Xərclənir də, yəni bərəkəti yoxdur, əldə olan kimi xərclənir. Pulun niyə bərəkəti yoxdur? Yəqin kartdan istifadə olunur ona görə. Pul nağd istifadə olunanda biraz daha qənaətçil istifadə olunur, amma belə deyək, müasir texniki vasitələrlə və onlayn alış-veriş zamanı ona rəqəm kimi baxdıqları üçün yəqin ki, ona görə daha çox istifadə olunur. Pulun bərəkəti əslində var, pulun bərəkəti var. Pulu düzgün xərcləmək lazımdır. Mənim pulumun bərəkəti var, çünki düzgün istiqamətləndirirəm. Bizcə ona görə indiki elə döyürdü ki, əlbəttə ki, yoxdur. Bahatçılıqdır, buradan alırsan, oradan da gedir. Əlində yəni köpük quruş qalır ki, aha, sabaha kimi.